Deməli, dostlar, gəlin belə bir açım dedim sizə bugün. Həyatıma necə biri gələcək? Necə bir insan gələcək həyatıma? Gəlin belə bir açım dedim bugün sizə. Həyatıma necə biri gələcək? Bir, iki, üç. Üç variant qoyuram. Həyatıma necə biri gələcək? Üç variantda birdən konfet götürüm. Deməli, birə bunu qoyuram. 2'ye bu konfeti qoyuram. 3'e də bu konfeti qoyuram dostlar. 1, 2, 3. Həyatıma necə biri gələcək? Və mən birinci variantdan başlayıram. Bu konfeti salmır. Hal-hazırda dostlar. Vəziyyət sizdə bərbaddır. Siz niyə imtina edirsiniz hər şeydən? Bax, elə ona görə də şuur altınızı düzəldin. Şuur altımızı düzəldirik. Keçmiş keçmişdə qalmalıdır. Əgər istəyirsinizsə, həyatınıza normal insan gəlsin, keçmişdən qayıtmalısınız indiki zamana. Keçmişdə nə yaşayırsınız? Və yaxud da negativlər niyə düşünürsünüz? Ola bilər tez əsəbləşəcəksiniz, nə bilərsiniz? Yəni, reallığı qəbul eləmək istəmirsiniz bəzən. Bu səhvdir. Ona görə də həyatınıza bax, problemli adam gələ bilər. Görürsünüzmü? Tərsinə düşüb özdə. Vay. Keçmişdən olan adamı gözləyirsiniz. Keçmişdən olan bir adamı gözləyirsinizsə, gələr o. Amma yenə həmən şeyləri yaşayacaqsınız. Birinci variant, siz öz üzərinizdə işləməlisiniz. Sizin həyatınıza gəlməyəcək hələ ki heç kəs. Siz düzəlməsəz. Düzəlməlisiniz, keçmişdə qalıbsınız. Mən sizə indi inciməyin. Kart nə göstərir, onu deyirəm. Yəni, hər dəfə yaxşı deyəsi deyiləm ki, düzdürmü? Keçmişdən çıxmalısınız, negativdən çıxmalısınız. Həmin həyatında çox şey baş verir. İnsanı sevəndə ideallaşdırmayın. İdeallaşdıranda insanı, o insan nəsə eləyəndə siz güclü depressiyaya düşürsünüz. Xəyanət eləyəndə, münasibət soyuqlaşanda güclü depressiyaya düşürsünüz. Niyə siz onu ideallaşdırmışdınız? Və yaxud da adam getdi, özünüzü tək-tənha hiss edirsiniz. Biraz vaxt hər şey dəyişilir. Bir adam gedirsə, onu deməli getməyə məsləhətdir. Bir insanı sevirsən, o da səni sevir. Biraz vaxtdan insandır da dəyişə bilər. Kiminsə xoşu gələ bilər, sizi sevməyə bilər, soyuya bilər münasibət, düzdürmü? Amma siz onu yenə sevirsiniz. İndi siz ona, o getmək istəyir sizdən. Sizə qarşı soyuqda münasibətə gedə də bilər. Siz onu sevsəz belə, sizin nəyinizə lazımdır bir adam? O ürəyi, qəlbi sizin yanınızda olmayacaq o insanın. Siz onu sevsəz belə, onu siz istəməməlisiniz yanınızda olsun o insan. Siz özünüzü sevmirsiniz. İnsan özünü sevməlidir, özünü xoşbəxt eləməyə çalışmalıdır. Bu həyatdır, həyatda hər şey, insanlar dəyişilir, hisslər dəyişilir. Biraz realist olun, keçmişdən qopun. İstəyirsinizsə, kimsə həyatınıza gəlsin, normal münasibət olsun, keçmişi unuduruq, negativ unuduruq, xarakterimizi dəyişirik biraz. Dostlar, birinci variant. İkinci varianta keçirəm. İkinci variant. Sevirsiniz siz Serana kimsə, ürəyinizdə kimsə var. Bax, sevirsiniz. Və yaxud da sevgi arzulayırsınız. Tak. Biraz sizin həyatınıza problemli adam gələ bilər.
Siz yəqin çox yaxşı insansınız. İkinci variant. Mən görürəm çox sevgi içinizdə olan insansınız da, sevgi ilə yanaşan insansınız. Dərdli adam gələr həyatınıza. Dərdinə şərik olarsınız. Biraz başqa cür olmalısınız da. İndi gəl bunun dərdini çək. Bax, biraz dərdli adam görürəm. Biraz problemləri çox adam gələ bilər həyatınıza. Bax, həyatınıza kimisə hal-hazırda bax deyirəm sizə, salama tələsməyin. Dost olun, dost kimi münasibətli olun. Amma dərindən ürəyinizə sıraz heç kəsə salmayın. İkinci variant. Boş yerə rastlaşmamısınız bu videoya. Heç nə bu həyatda boş yerə deyil. Adicə yola çıxırsınız, kimisə salam verdiniz. Rastlaşdınız kimisə. O da boş yerə deyil. Heç nə, hər şey qanuna uyğun baş verir həyatda. İnanın. Hər şey qanuna uyğun baş verir və insanlar deyir, işarələri də, znakları deyir. O işarələrə diqqətli olsalar, həmişə xoşbəxt olarlar. Az səhv eləyərlər və yaxud da həyatda. Ona görə də boş yerə bu videoya rastlamayın. Tələsməyin. Həyatınıza, ürəyinizə kimsə salıb tələsməyin. Dərindən tanıyın, bilin sonra. Üçüncü variant. Siz çox bilən insansınız. İstəsiniz, lüboy rola girə bilərsiniz. Lüboy rola girə bilərsiniz. Lüboy adamla oynaya bilərsiniz. Lüboy, siz çox apasın adamsınız. Burada ailəsi dağılmış bir adam da gələ bilər həyatınızda. Kimləsə ayrılan bir adam da gələ bilər. Ayrıla bilər. Ailə problemləri olan adam gələ bilər. Baxırsınız, ailə kartı çıxdı. Bizə tərs çıxdı. Problemli ailəsi olan adam gələ bilər. Ailəsi var mı? Problemlidir. Belə bir adam gələ bilər. Bir də ki, burada kaldavsızlığı çıxıbdır, caduzat çıxıbdır. Ola bilsin, siz təmizlənməlisiniz. Üçüncü variant, siz özünüzü təmizlənə bilərsiniz. Bu adamın özünün də problemləri olan adam ola bilər. Bax, belə bir adam gələ bilər həyatınızda sizin də. Və yaxud da belə bir adam gələr, ailəli adam, problemli adam sizə nəsə eləyərlər, nəsə kaldavsız olur bu işlərə şey eləyər. Baxın, çalışın ailəli adamla ciddi bir münasibətə girməyin. Ayrılmış olsa problem yoxdur. Çünki yadınızda saxlayın, bir adam ailəsinə xəyanət eləyirsə, mütləq sizə də eləyəcək. Yəni, isключение yoxdur. Fikirləşməyin ki, orada ayrı cür idi, məndən ayrı cür olacaq bu adam. O həmin adamdır. Başlanğıcda hamı idealnidir. Biraz sonra maskalar düşür, insanların əsli sifəti çıxır düzə. Özünüzü sevin. Birinci yerdə olun. Sentrdə olun. Kimisə həyatının küncündə olmuyor. Həmişə sentrdə, böyründə. Yaxşı, dostlar. Həyatınıza gələsi insanlara diqqət eləyin. Tələsməyin həyatınıza kimləri səs almağa. Dost olun, xoşunuza gəlin, dost olun, tanış olun. Özünüzü xoşbəxt eləməyə çalışın, dostlar. Tələsməyin heç vaxt. Bir də ki, ən əsası, kimləsə ayrılmışsınız, depressiyadasınız. Həmin depressiv vəziyyətdə nə badə kimləsə sevgi münasibəti qurasınız. Nə badə, bax, çox böyük səhv eləyərsiniz. Tam sağalın, özünüzə gəlin sonra. Yaxşı, dostlar. Bu qədər. Açımlar elətdirmək istəsəz, WhatsApp nömrəmə yığın, WhatsApp-a yazın, zəngləri açmıram. Əlaqə saxlayın. Abunə olun, izləyin kanalımı, dostlar. Yeni kanalıma da abunə olsanız çox şad olaram. Çox sağ olun.